Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və alə əli seyyidina Muhammed və əcr fərəcəhum. Assalamu aleykum əziz mömin bacı və qardaşlar, hörmətli izləyicilər. İl ərzində bir dəfə yazıla bilən ruzi duasının vaxtı gəldi, çatdı. Nime-i Şaban, Bəraət gecəsi. Şaban ayının 14-dən 15-nə keçən gecəsi Bəraət gecəsidir, yəni günahların əfv edildiyi gecə. Bu gecənin özünə məxsus əməlləri vardır və elə bir ruzi duası vardır ki, il ərzində başqa günlər yazılmaz. İl ərzində yalnız bu gecə yazıla bilər. Deməli, o ruzi duası ilə bağlı əvvəllər də hər il məlumat veririk, köhnə izləyicilərimiz bilirlər. Nə buyurulur? Kim ki bu vəqfi Bəraət gecəsi yazıb davamlı olaraq pul kisəsində və yaxud pulların olduğu yerdə saxlasa, heç pulsuz qalmaz və bərəkət hasıl olur pullarında. Yazılacaq dua budur, skrin edib götürə bilərsiniz. Sırf bu il fevralın 3-dən 4-nə keçən gecəyə düşür Bəraət gecəsi. O keçənlə nisbətən 10 gün geriyə gəlib. Keçən 2 videoya baxsaz, fevralın 13-dən 14-nə keçən gecə bunu qeyd etdiyimizi görəcəksiniz. Kim ki əvvəlki illərdə yazıb fevralın 3-ü günü 4'ü daxil olmamış bu duanı pak bir yerdə, bir torpaqda, ağacın gülün dibində bastıra bilər, özünə içməyə layiq bildiyi axar su varsa, orada buraxa bilər bu duanı. Daha sonra gecə 12-dən sonra həmən gecə Şaban ayının 15-i, fevralın 3-dən 4-nə keçən gecə sübh namazına qədər yazılma vaxtı var, sübh əzanına qədər. Həmən gecəni gözəl şəkildə dəst namaz alsın, məkan pak olsun, əyni başı pak olsun, üzü qibliyə otursun. Cədvəli çəkib içini zəfəran və gül suyunu qatıb bir-birinə içini doldursun. Cədvəli qələmlə də çəkə bilər, heç bir problem yoxdur, daha səliqəli çıxar. Cədvəlin hər tərəfi bir-birinə mütənasib olmalıdır. Bu tərəfi 15 santi, bu tərəfi 10 santi olmamalıdır. Xanələr, cədvəlin özü hər tərəfi tam dördkünçlü, tərəfləri bərabər dördkünçlü olmalıdır. Bu barədə bu qədər. Bəraət gecəsi Allahın il ərzində günahları tövbəyə çağırdığı gecədir bəndələrini. Həmən gecə tövbə zikirləri etmək, tövbə namazı qılmaq həddindən artıq gözəldir. Allah-u Teala'dan kim həmən gecə bağışlanılmaq dilərsə, günahları bağışlanırlar. Ona görə əlavə olaraq həmən gecə İmam Zaman Əleyhisselamın, Allah onun şərif zuhurunu tezləşdirsin, mövludu günü olduğuna, doğum günü olduğuna görə İmam Zaman Əleyhisselamın ziyarətnaməsini oxumaq, İmam Hüseyin Əleyhisselamın ziyarətnaməsini oxumaq, Aşura ziyarətnaməsini oxumaq çox gözəldir. Fevralın 4-ü günü, Nime-i Şaban günü oruc olmağımız da müstəhəbdir. Həmən gecəni, 3-dən 4-nə keçən gecəni əhya saxlamaq, yəni gecəni oyaq qalaraq Allah-u Teala'dan dualar edərək günahlarımızın əhvini və özümüz üçün müəyyən arzularımızı, hacətlərimizi diləyə bilərik. Gecənin sonunda artıq sübh namazını qılıb bitirərkən, sübh namazı azanı verilməmiş dualarımızı yekunlaşdırmaq lazımdır. Evin eyvanına və yaxud eyvanınız yoxdursa həyətə çıxaraq, açıq səma altında, yəni üzü qibliyə duraraq, əlinizi siniyənizə qoyub İmam Hüseyin Əleyhisselamı, Kərbəla şəhidlərini salamlayırsınız. Əssəlamu aleykə ya Əbə Əbdullah. Şəhidlərimiz üçün dua edirsiniz, xəstələr üçün şifa diləyirsiniz Allah-u Teala'dan, özünüzün, övladlarınızın aqibəti ilə bağlı gözəl bildiyiniz dualardan vətənimizlə, xalqımızın, millətimiz üçün dualarınızı əsirgəlmirsiniz. Həzrət Peyğəmbərimizə salavatla bunları edirsiniz, Bismillahla bunları edirsiniz və gecənin ibadətini yekunlaşdırırsınız. Bu sadaladığımız duaları, zikirləri, ziyarətnamələri Google'da yazaraq asanlıqla əldə edə bilərsiniz. İnşallah mən fəqiri də dualarınızda yad etməyi unutmayın. Sağ olun, Allah əmanət olun.